Futbol dünyasında bəziləri çox danışaraq fərqlənir, bəziləri isə heç danışmadan iz qoyur. Xabi Alonso ikincilərdəndir. O, sözünü komandasının oyunu ilə deyir. 2023-24 mövsümündə Bayer Leverkusenı məğlubiyyətsiz çempion eləyən Alonso bir futbol möcüzəsini imza atdı. İllərlə Bayern hegemoniyası deyə bilinən Almaniyada bu tarazlığı pozmaq üçün həm cəsarət, həm də ağıl lazım idi. Xabi isə hər ikisinə sahibdir. O nəinki qalib gəldi, həm də futbolu dəyişdi. 3-4-2-1 sistemində toplu və topsuz oyunda tarazlıq, sürətli keçidlər, amma xaotik yox, planlı, mərhələli və ən əsası düşünən futbolçular. Xabi Alonso öz oyun fəlsəfəsini meydanda sanki səssiz şəkildə danışdırır. O nə zaman hücuma keçməli, nə zaman tempi azaltmalı olduğunu bilən bir futbol beynidir. Bu onun həm oyunçu, həm də məşqçi olaraq içində yaşatdığı zəka mirasıdır. Real Madrid, Liverpool, Bayern kimi məktəblərdən topladığı bilikdir. Real Madrid çoxdan gözünü bu ağıllı gənc məşqçiyə dikmişdi və nəhayət 2025-26 mövsümündə Carlo Ancelotti'dən sonra Real Madrid sükanını Xabi Alonso'ya həvalə etdi. Bu yalnız məşqçi dəyişikliyi deyil, bu bir fəlsəfə dəyişikliyinin başlanğıcıdır. Xabi artıq oyunçu kimi Real'ın formasını geyinmiş, Bernabeu'da səssiz liderlik etmişdi. İndi isə o məşqçi kimi eyni zəkanı texniki zonadan meydançaya ötürəcək. Futbolun çılğın, səs-küylü çağında Xabi Alonso səssiz inqilabın adamıdır. Və bəlkə də bu inqilab yeni bir Pep dövrünün başlanğıcı olacaq.